Azərbaycanda niyə insanlar xəstələnəndə ilk olaraq xəstəxana yox, tanış həkim axtarırlar? Bu danılmaz bir reallıqdır ki, xəstələnirik, amma hara gedək demirik. Deyirik ki, tanış həkim var, orada adamım var. Bəs bu təsadüfdürmü? Əlbəttə ki, yox. Gəlin sistemin kökünə gedək. Bu davranışın adı etimadsızlıqdır. İnsan sistemə güvənməyəndə alternativ yol axtarır. Səhiyyə iqtisadiyyatında buna informasiya asimetriyası, institusional etimadsızlıq deyilir. Yəni pasiyent bilmir ki, hansı həkim yaxşıdır, verdiyi pulun qarşılığını alacaqmı, harda xidmət daha keyfiyyətlidir. Bəs bu problemin iqtisadi nəticəsi nə olur? Rüşvət normallaşır. Pulsuz sistem faktiki ödənişli olur. Yaxşı həkimlər yüklənir, digərləri isə boş qalır və nəticədə sistem yox, əlaqələr üstünlük qazanır. Bu isə səhiyyə sistemini bahalı, səmərəsiz və ədalətsiz edir. Bu problem həm də dövlət üçün ciddi zərər yaradır. Dövlətin qurduğu sistem düzgün işləmirsə, sərmayə boşa gedir. Dövlət xəstəxana binalarına, icbari tibbi sığortaya, tibbi avadanlıqlara milyardlarla vəsait xərcləyir. Amma nəticədə insanlar sistemə yox, şəxsi əlaqələrə güvənirsə, deməli bu investisiya effektli deyil. Dövlət öz qurduğu mexanizmin nəticəsini ala bilmir. Qeyri-rəsmi ödənişlər dövləti zəiflədir, rüşvət riskini yüksəldir, vergidən yayınmanı artırır, dövlətin nəzarətini zəiflədir. Bu isə öz növbəsində vergi itkisi deməkdir. Sistemin şəffaflığını pozur, dövlətə olan etimadı azaldır. Etimadı olmayan sistem isə uzunmüddətli bir zamanda zəifləyir, dağılır. Dövlət üçün ən bahalı şey məncə etimaddır. İnkişaf etmiş ölkələrdə insanlar deyir ki, mənim ailə həkimim var. Bizdə deyirik ki, mənim adamım var. Fərq burdadır. Birində sistem işləyir, digərində insan sistemi pas keçir. Bəs bu problemi necə azalda bilərik? Güclü ailə həkim institutunu işlək vəziyyətə gətirərək, həkimlərin real performans ölçüsü ilə, keyfiyyət göstəriciləri ilə, tanışlıq yox, standart mədəniyyəti quraraq. Bəs siz xəstələnəndə hara gedirsiniz? Xəstəxanaya yoxsa tanış həkimə? Kanala abunə olmağı və paylaşmağı unutmayın.